İndi bütün puzzle yığılıb gəlib İranın başına. İran artıq vurulacaq. İndi əsas sual, xüsusi bir şey olmasa, İranın vurulub vurulmadığı deyil. İranın nə vaxt vurulduğudur və hansı şəkildə vurulduğudur. Görülən odur ki, İran ciddi vurulacaq. Çünki bu dəfə hazır daha ciddidir. Baxın, həmin dövrdə gələn bu gəmilər, deyək ki, aviadaşıyıcılar, kreyserlər, korvetlər və bunlar heç bir yerə qayıtmıyor ki. Yalandan Qəzzaya yardım adından, Qəzzaya deyəndə İsrailə yardım adından müharibədə 7-9 gəldi İsrailin zahilinə. İsrail o Qəzzalının əlində bədbəxtən avtomat var, maksimum bir kumbara var. Sən ona aviadaşıyıcı təyyarəni, nə bilim, korveti, kreyseri neyinsən ona? Nəyə ehtiyac var buna? Təbii. Bu bir tərəfdən Hind okeanındakı gəmilər. İki əvəzdə bir İsrail sənədə Aralıq dənizində yığınıq eləyib Amerika, bu. Bir Hind okeanında, Ərəb dənizində. Hind okeanında. Gəmilər heç bir qayıtmır, buradadılar. Və mən sizə deyim ki, çox böyük xərc aparan bir şeydir. O burada əskər, o burada deyək ki, hərbi texnikal, bütün gün dövrədədir, o xərc aparır gündəlik. Qayıtmır. Bundan başqa bütün yaxın şərqdəki bazalara əlavə silah, sursat və əskər gəlməni. ABŞ-ın, İranın ətrafından. Bundan başqa, həmin bazalardakı bütün əlavə personal çıxarılıb. Məsələn, aşpaz, nə əlavə, eğitisar və s. Kadrlar, məsələn, əlavə personal çıxardıblar. Niyə? Bundan başqa ABŞ Qətərə müdafiə söz verdi. Elə belə Netanyahu, Trump məcbur eləmə getsin şeydə üzr istəsin. Qətərə məndən. Yanında telefonunu yığdırdı. Və dalına Qətərə müqavilə imzaladı. Qətərə hücum, ABŞ hücumdur, Qətərə maraqlı hücumdur. Hamı elə bilir ki, bu İsrailə qarşıdır. İsrail onsuz da Netanyahu, Trump dedi, getdi üzr istədi. Yəni lazım olsa deyəcək vurma, vurmayacaq. Yəni İsrailə elə bir ehtiyac yoxdur Trump'ın. Bu müqavilə İrana qarşıdır. Çünki olası bir potensial hücumda Qətər qorumaq üçün. Yəni ki, Qətər hücumların baş mərkəzi olacaq, ola bilsə əməliyyat mərkəzi olsun, nə olacaq? ABŞ-ın yaxınlıqda böyük bazası oldu, 70 min əsgər və çox böyük bazası var. Qətərə qarantiya.